Hər kəs salamlayıram. Bu videoda 2003-cü ildə keçirilmiş Costa Rica final mərhələsinin 3-cü sualının həllinə baxacağıq. Gəlin vaxt itirmədən keçək suala. Deməli, sualda deyir ki, A 1-dən böyük və B 2-dən böyük tam ədədlərdir. Buna görə aşağıdakı bərabərsizliyi sübut edin və bərabərlik halını araşdırın. İlk baxışda bu bərabərsizlik mürəkkəb görünür. Çünki A-nın B-ninci qüvvəti var və B vurğu var. Lakin biz bunu riyazi induksiya metodu ilə həll edəcəyik. Baxın, B-nin 2-dən böyük qiymətləri üçün və A-nın 1-dən böyük qiymətləri üçün deyir. Gəlin B bərabər 3 halına baxaq. B bərabər 3 olsun. B bərabər 3 olduqda A kub üstə gəl 1 böyük bərabərdir. 3 vur A üstə gəl 1 alınır. Baxın, 3 vur A üstə gəl 1-i digər tərəfə atacağam və A kub üstə gəl 1-i vuruqlarını ayıracağam. A kub üstə gəl 1, A üstə gəl 1 vurulsun A kvadrat, çıxılsın A üstə gəl 1 şəklində vuruqlarına ayrılır. Çıxılsın 3 vurulsun A üstə gəl 1 böyük bərabərdir 0. A üstə gəl 1-i mötərizə xaricdən çıxarsam, A üstə gəl 1 vurulsun A kvadrat, çıxılsın A üstə gəl 1 çıxılsın 3. Yəni A üstə gəl 1 vurulsun A kvadrat, çıxılsın A, çıxılsın 2. Böyük bərabərdir 0. Bunu göstərmək lazımdır. Baxın, A üstə gəl 1 vurulsun. Bu əslində bu şəkildə vuruqlarına ayrılır. A üstə gəl 1 vurulsun A çıxılsın 2 şəklində vuruqlarına ayrılır. Böyük bərabərdir 0. Yəni A üstə gəl 1-in kvadratı vurulsun A çıxılsın 2 böyük bərabərdir 0. Baxın, bu zaten tam kvadrat ədəddir. Ona görə həmişə hətta A 1-dən böyük olduğuna görə A üstə gəl 1 müsbət tam ədəddir. Müsbət tam ədədin kvadratı da həmişə müsbətdir. Və A-mız 1-dən böyük olduğuna görə və tam ədəd olduğuna görə deməli 2-dən böyük bərabər bir ədəddir. O zaman A çıxılsın 2 böyük bərabər 0 olur. Yəni bu böyük bərabər 0-dır. Bu səbəbdən də yekun olaraq əldə edirik ki, bu hasil böyük bərabər 0 olacaq. Bəs bərabərlik halı hansıdır? A bərabər 2 halıdır ki, A bərabər 2 olduqda bu vuruq 0 olur və nəticədə ifadəmiz 0-a bərabər olur. Yəni B bərabər 3 üçün biz bunun doğru olduğunu göstərdik və bərabərlik halında qeyd etdik. Demək, B bərabər 3 olacaq və A bərabər 2 olacaq bərabərlik halı üçün. Bəs burada digər hallar da var. Gəlin həmin halları araşdıraq. Göstərək ki, B 3-dən böyük olduqda, baxın, bu bərabərsizlik ödənəcək. Baxın, fərz edək ki, B bərabər K olduqda bu bərabərsizlik ödənsin. Baxın bu. B bərabər K olduqda. Onda gətirib B-nin əvəzinə K yazacağam. Yəni A üstü K üstə gəl 1 böyük bərabərdir. K vurulsun A üstə gəl 1. B bərabər K-da doğruluğun fərz eləyirəm və B bərabər K üstə gəl 1 üçün doğru olduğunu sübut edirəm. Hətta və hətta B bərabər K üstə gəl 1 üçün böyük bərabər yox, ciddi böyük. Yəni böyük olduğunu sübut edəcəm. Baxın, B bərabər K üstə gəl 1 sübut edəcəyik ki, A üstü K üstə gəl 1 üstə gəl 1 böyükdür. B-nin əvəzinə K üstə gəl 1 yazıram. Fikir verin. K üstə gəl 1 vurulsun A üstə gəl 1. Bunu sübut edəcəm. Baxın, birinci fərziyyəmizdən də məlumdur ki, A üstü K üstə gəl 1 böyük bərabərdir. AK üstə gəl K. Biri mən digər tərəfə atsam, əldə edəcəm ki, A üstü K böyük bərabərdir. AK üstə gəl K çıxılsın 1. Onda bu A üstü K üstə gəl 1 üstə gəl 1 əslində A üstü K vurulsun A üstə gəl 1 demək deyilmi? Böyük bərabərdir. Bu A üstü K bundan böyük bərabər olduğuna görə A üstü K-nın əvəzinə gətirib AK üstə gəl K çıxılsın 1 yaza bilərəm. Vurulsun A üstə gəl 1 bərabərdir. A kvadratı K üstə gəl AK çıxılsın A üstə gəl 1. Baxın, mən nəyi sübut etmək istəyirəm? Bundan böyük olduğunu. Yəni bu ifadə əslində budur. Mən sübut etsəm ki, bu ifadə bax bundan daha böyükdür. İş bitəcək. Onda biz sübut etməliyik ki, bu böyükdür. K üstə gəl 1 vurulsun A üstə gəl 1. Gəlin davam edək. Deməli, mən bunu açacağam. A kvadratı K üstə gəl AK çıxılsın A üstə gəl 1 böyükdür. AK üstə gəl A üstə gəl K üstə gəl 1. Baxın, AK-lar gedir, 1-lər gedir. A-nı da, yəni mənfi A-nı digər tərəfə atıram. Burada 2A üstə gəlinsin K qalır. Yəni alırıq ki, A kvadratı K böyükdür 2A üstə gəl K. Baxın, burada mən hər tərəfi AK-ya böləcəm. Bunu da AK-ya böləcəm, bunu da. Nə alınacaq? A böyükdür 2 bölünsün K üstə gəl 1 bölünsün A. Baxın, biz burada B-ni K ilə əvəz etmişdik. Bizə şərtdə B-nin 2-dən böyük olduğu verilib. B 2-dən böyükdürsə, onda o B-nin əvəzinə yazdığımız K da 2-dən böyükdür. Bax, K 2-dən böyük olduğu halda 2 bölünsün K ifadəsi 1-dən kiçik bir ədəd olur. Həmçinin A-nın da 1-dən böyük olduğu verildiyinə görə
1 bölünsün A ifadəsi 1-dən kiçik olur. Kiçikdir 1. Onda baxın, bir ədəd oxu təsəvvür eləyin. Bu 2 bölünsün K, üstəgəl 1 bölünsün A cəmi. İndi hər biri 1-dən kiçik olduğuna görə ümumi cəm 2-dən kiçikdir. Ədəd oxunda 2-ni qeyd edirəm. Bax, 2-dən kiçik qiymətlər alırlar. Hansılar? 2 bölünsün K, üstəgəl 1 bölünsün A. 2-dən kiçik qiymətlər. Bəs A-mız hansı qiymətləri alır? 1-dən böyük qiymətlər. Yəni 2-dən böyük bərabər qiymətlər. Bax, 2-ni qaralayıram. 2-dən böyük bərabər qiymətlərdə hansı ədəd alır? A alır. Yəni gördüyümüz kimi hər bir halda bu 2 bölünsün K üstəgəl 1 bölünsün A A-dan kiçik olur. Çünki hər halda bu ifadə 2-dən kiçikdir. Bax, bərabər deyil, kiçikdir. Və hər halda A-mız 2-dən böyük bərabərdir. Yəni biz bunun doğru olduğunu göstərdik. Göstərdik ki, bu ifadə bundan böyükdür. Elə bu ifadə A üstü K üstəgəl 1 üstəgəl 1-dir. Bax, gətirib burada yazacağam. Əslində bu A üstü K üstəgəl 1 üstəgəl 1-dir. Yəni daha doğrusu A üstü K üstəgəl 1 üstəgəl 1-in böyük olduğu, yəni ondan böyük olduğu ədəddir. A üstü K üstəgəl 1 üstəgəl 1 böyük bərabər oldu. A kvadratı K üstəgəl AK çıxılsın A üstəgəl 1. Bu da hansından böyük oldu? K üstəgəl 1 vurulsun A üstəgəl 1. Biz bunu sübut etdik. Onda yekun olaraq A üstü K üstəgəl 1 üstəgəl 1 böyük olur. K üstəgəl 1 vurulsun A üstəgəl 1. Yəni göstərdik ki, B bərabər K halında bu bərabərsizlik ödənirsə, B bərabər K üstəgəl 1 halında da ödənir. Hətta bərabərlik halı olmur, böyük olur. A üstü K üstəgəl 1 üstəgəl 1. Baxın, mən niyə böyük bərabər yox, böyük olduğunu sübut etdim? Çünki bizdən təkcə bu bərabərsizliyin isbatını yox, bərabərlik halının da araşdırılması tələb olunur. Fikir verin, B bərabər K-da bərabərlik halı olsa belə, B bərabər K üstəgəl 1-də artıq o bərabərlik halı yoxdur. Deməli, əgər mən B bərabər 3-də bərabərlik almışamsa, yəni bərabərlik halının mümkünlüyünü almışamsa, artıq B bərabər 4-də onu ala bilməyəcəm. Çünki K-da alıramsa, K üstəgəl 1-də almıram. Amma yekun olaraq, yəni bərabərsizliyimiz ödənir. Bu şübhəsizdir. Yəni B bərabər 3-də ödənirsə, induksiya metodumuza görə B bərabər 4-də də ödənməlidir. B bərabər 4-də ödənirsə, avtomatik olaraq B bərabər 5-də də ödənməlidir. Bax, bu şəkildə B-nin 3-dən böyük bütün qiymətlərində bərabərsizliyimizin ödəndiyini görürük. Bəs bərabərlik halı hansıdır? Elə B bərabər 3, A bərabər 2 halıdır. Çünki yenə deyirəm, B 3-dən böyük olduqda artıq bu bərabərlik yox, ciddi bərabərsizlik olacaq. Yəni bərabərlik halı olmayacaq. Bu qədər. Beləliklə biz bərabərsizliyimizi sübut etdik və bərabərlik halında bu şəkildə araşdırdıq. Video sizlər üçün faydalı oldusa, kanala abunə olub bəyənməyi unutmayın. Sağ olun, növbəti videolarda görüşənə qədər.